Salam əziz şagirdlər, Güvən 5-8 riyaziyyat kitabından sınaq 9-un izahına baxaq. Əvvəlki sınaqların izahından kanalımda baxa bilərsiniz. Sınaq 9-da birinci sualın izahına baxaq. Uzunluğu 20 pi olan çevrənin radiusunu tapın. Çevrənin uzunluğunu tapmaq üçün S bərabərdir 2 pi r düsturundan istifadə edəcəyik. Əgər diametri veribdirsə pi'dir. Çünki 2r bir diametrə bərabərdir. S bərabərdir 2 pi r düsturunda S'nin yerinə 20 pi yazaq. Çünki çevrənin uzunluğu 20 pi'dir. Bərabərdir 2 pi r. R bərabərdir 20 pi'ni bölməliyik 2 pi'yə. Pi'lər ixtisar gedər. 20'ni 2'ye bölsəm cavab qalar 10. Radius 10'dur. Doğru cavab C variantı. İkinci suala baxaq. 4 böyük ve 11 küçük kutuya cəmi 115 qələm yerləşir. Böyük kutuya kiçik kutudan 10 qələm çox yerləşir. Kiçik kutuya neçə qələm yerləşir? Deməli, böyük kutuda yerləşən qələmlərin sayını biz bilmirik. Böyük kutunu yazaq. Bu da kiçik. İkinci şərtə görə böyük kutuya kiçik kutudan 10 qələm çox yerləşir. Kiçik kutuda x qələm varsa böyük kutuda olacaq 10 qələm daha çox. X üstəgəl 10. Ümumi qələmlərin sayı da 115'dir. Böyük kutuya, deməli bir kutuya x üstəgəl 10 sayda qələm yerləşirsə, 4 dənə böyük kutuya 4 vurulsun, x üstəgəl 10 sayda qələm yerləşəcək. Üstəgəl bir kiçik kutuya x sayda qələm gedirsə, 11 dənə kiçik kutuya 11 vurulsun, x sayda qələm gedəcək. Bərabərdir, cəmi də 115 qələm vardır. Mötərizəni vurub açaq. 4x üstəgəl 40 üstəgəl 11x bərabərdir 115. Xətti tənlikdir. X-ları sol tərəfdə saxlamalıyam. Ədədi 40'ı sağ tərəfə gətirməliyəm. 115 eksi işarə ilə gəlir. Çıxılsın 40. 14, deməli 4 ilə 11'in cəmi 15x bərabərdir. 115'dən də 40 çıxsam 75. 75'i də 15'e böləndə x bərabər olur 5. 5 kiçik kutuya neçə qələm yerləşər? Kiçik kutu olacaq. X bərabərdir 5. Əgər böyük kutunu soruşsaydılar, böyükdə x'in yerinə 5 qoyub 5 üstəgəl 10, 15 qələm yazardıq. Kiçik kutu 5 qələmdir. Doğru cavab B variantı. Üçüncü sualın izahına baxaq. Yenə xətti tənlikdir. Xətti tənliyi hesablamaq üçün dəyişənləri sol tərəfdə saxlayaq. Mənfi 3'ü sağ tərəfə gətirək. 29 üstəgəl 3. 8x bərabərdir 29'dan 3'ün cəmi 32. 32'ni də 8'e böləndə cavab olacaq 4. Doğru cavab B variantı. Dördüncü sualın izahına baxaq. Diametrlər 12 ve 20 cm olan iki konsentrik çevrə verilmiştir. Rənglənmiş hissənin qalınlığını tapın. Əgər konsentrikdirsə, demək ki, mərkəzlər üst-üstə düşən çevrələrdir. Böyük çevrə verilib. Mərkəz eynidir, qeyd eləyək. İçərisində də kiçik çevrəni veriblər. Mərkəz də qeyd eləyək. O ikisinin də mərkəzi üst-üstə düşür, çünki konsentrikdir. Diametrlər 20'dir. Böyük çevrənin diametri 20'dirsə, demək diametr 20'dirsə, böyük çevrənin radiusu olacaq 20'ni 2'ye bölürəm 10. Böyük çevrənin radiusunu yazaq 10. Kiçik çevrənin diametri 12'dirsə, radiusu olacaqdır 12'nin yarısı 6. Qırmızı ilə yazaq. Demək kiçik çevrənin radiusu da bu hissədir 6'dır. Qalınlıq isə yaşıl rənglə rənglədiyim hissədir. Böyük çevrənin radiusundan qalınlıq eli tapsam, böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu çıxaram 6. Bərabər olacaq 4. Doğru cavab B variantı. Baxaq 5-ci suala. 4 rəqəmli ədədi 3'e qalıqsız bölünərsə, K'nın mümkün qiymətləri cəmini tapın. Bu misalı hesablamaq üçün bizə 3'e bölünmə əlaməti lazımdır. 3'e bölünmə əlamətinə görə verilmiş ədəddə rəqəmlərin cəmi əgər 3'e qalıqsız bölünürsə, bu ədəd 3'e bölünür deməkdir. Verilmiş ədəddəki rəqəmlər 1'dir, K'dır, 4'dür, K'dır. Cəminə baxaq. 1 ilə 4'ü toplasam 5, K ilə K'nın cəmi verəcək 2K.
rəqəmləri cəmi oldu 5 üstə gəl 2K. K'ya qiymətlər verək. K 1-dirsə 2-ni 1-ə vururam. 2, 5-də əlavə eləsəm 7. 7 3-ə bölünmür. Deməli bu ədəd 3-ə bölünmür. K'ya deyək 1-i ödəmədi, 2-ni deyək. 2-yi vur 2. 4. Üzərinə 5 də gəlsəm 9. 9 3-ə bölündüyünə görə K bərabərdir 2 qiyməti də 5-ə, deməli 3-ə qalıqsız bölünəcəkdir. 3'e bölünmə əlaməti olduğuna görə digər ədədlər 3 vahid artacaqdır. 2'nin üzərinə 3 gələk olacaq 5. 5'in üzərinə 3 gəlsək olacaqdır 8. (2, 5, 8) K'nın mümkün qiymətlərin cəmi də 2 üstə gəl 5 üstə gəl 8. 11 deyə bilmərik. 8-dən sonra 11 gəlir. Çünki K bir rəqəmli ədəddir. Olacaq cəm 15. Yoxlaya da bilərsiniz. 2-ni 5-ə vursaq 10. 5-də əlavə eləsək 15. 15 3-ə bölünür. Demək ki, verilmiş ədəddə 3-ə bölünür. 8 qoyanda da 2-ni 8-ə vursaq 16. 5-i də üzərinə gəlsək 21. Doğru cavab C variantı burada. Baxaq 6-cı suala. Binada yaşayan ailələrdən 85'i qəzet, 36'sı jurnal, 28'i isə həm qəzet, həm də jurnal alır. Binada neçə ailə yaşayır? Demək, bir tərəfdə qəzet alanları yazaq, bir tərəfdə də jurnal alanları yazaq. 28 ailə həm qəzet, həm jurnal alırsa, ortaya yazaq ki, həm qəzetdə, həm jurnal alır. 85 nəfəri qəzet alırsa, biz 28 nəfəri dairəyə yazdıq, ortaya kəsişməyə. Demək ki, digər kənar hissədə 85'dən çıxıram 28'i, bu olacaq yalnız tək qəzet alanların sayı. Çünki 28 nəfər həm qəzet alır, həm jurnal alır, bu ortada kəsişmədə yerləşir. 85'dən 28 çıxsam, 15'dən 8 çıxanda 7, 7'dən 2 çıxsam 5, 57. Deməli, 57 nəfər təkcə qəzet alır. 36'sı isə jurnal alır. 36'dan 28'i çıxaq. Təkcə jurnal alanların sayını tapaq. 16'dan 8 çıxsam 8. Orada qaldı. 2'dən də 2 çıxanda 0. Deməli 8 nəfər də təkcə jurnal alır. Ümumi binada da yaşayan ailələrin sayı olacaq. 58 üstə gəl 28 üstə gəl 8 bərabərdir. 57 üstə gəl 28 ilə 8'in cəmi 36. 57 ilə 36'nı toplasam olacaq 93. A variantı 93 ailə yaşayır. Yaxud da bunu düstur şəklində belə yazarıq. N A birləşir B bərabərdir. Qəzet alan, deməli həm qəzet alan adamların sayı N A üstə gəl jurnal alan adamların sayı çıxılsın. Həm qəzet alan, həm də jurnal alanların kəsişməsi. Deməli, ümumi adam sayı A birləşir B bərabər olacaq. Qəzet alan 85'dir. Üstə gəl jurnal alan, bu ikinci yol. Jurnal alan 36'dır. Çıxılsın ikisini də alan 28 nəfərdir. 85 ilə 36'nı toplasam, yaxud da 85 üstə gəl 36'dan 28 çıxanda 8, 85'dən 8'in cəmdə verir 93. Bu cür də hesablaya bilərsiniz. 85 ilə 36'nı toplayırsınız. Sonra həm qəzet, həm jurnal alanı ümumi saydan da çıxa bilərsiniz. Doğru cavab 93 A variantı. Baxaq 7-ci suala. 72 ədədinin 6'da 5 hissəsini tap. Ədədə görə hissəni tapanda ədədi hissə göstərən ədədə vururuq. 72 vur 5 məxrəcdə 6. 6 ilə 72'ni 6'yı ixtisar aparam. 6 6'ya bölünəndə 1, 72'ni də 6'ya böləndə 12. 12'ni 5'ə vuranda 60. Doğru cavab A variantı. 500 şagird arasında aparılan sorğunun nəticəsinə görə onların 85% sizin şəxsi otağınız varmı? Sualına bəli cavabını vermişdir. Neçə şagirdin şəxsi otağı yoxdur. Demək ki, ümumi şagirdlərin sayı 100%'dir. Əgər 85 nəfəri 85% bəli deyilirsə, biz yox deyənlərin faizini tapaq. Otağı olmayanların sayını tapaq. 85'dən 100'dən 85 çıxsaq 15. Demək ki, 15%'nin şəxsi otağı yoxdur. 500 şagirddən də 15%'nin şəxsi otağı yoxdursa, 500'ü 15'ə vurub 100'ə bölməliyəm. 2 0 silinir. 5'i də 15'ə vursam 75. 75 nəfərin şəxsi otağı yoxdur. B variantı 8 doğru cavab. Burada tənasüb də qura bilərsiniz ki, 500 nəfər 100%'dir.
15% ise otağı olmayandır, x'tir. Bu cürdə qurmaq olar tənasibi. Buradan x'i tapsaq yine eyni cavab verəcəkdir. 9-cu tapşırığa baxaq. Şəklə əsasən x'i tapın. 6'nın üzerine 3 gelsek x'i verecek. Çünkü x 6'dan 3 metr yani 3 santimetr sağ taraftadır. 3 vahid sağ tarafta yerleştiğine göre 6 üste gel 3 beraberdir. X'e beraberdir. 6 ile 3'ün cemi 9. Bir variantı doğru cevap. 10. tapşırığa baxaq. Karşılıklı bucaqlar olduğuna göre karşılıklı bucaqlar birbirine beraberdir. 7x çıxılsın 16 beraberdir. 3x üste gel 12. Məşcular bir tərəfə yığaq. 7x çıxılsın 3x beraberdir. 12 üste gel 16. 16 çünkü sol tərəfdə mənfidir. Sağ tərəfə gətirsək müsbət olacaq. 7x'dan 3x çıxsam 4x beraberdir. 12 ile 16'nın cəmi 28. 28 de 4'e böləndə x olur 7. Doğru cevap A variantı. Baxaq 11-ci sualın həllinə. A, B və C üçbucağın tərəfləridir. A 3,4, B 0,6 və C natural ədəd olarsa üçbucağın perimetrini tapın. İki tərəf verilibdir. 0,6, 3,4. Üçbucağın digər tərəfi C yazaq digər tərəfinə. Üçbucaq bərabərsizliyinə görə üçbucağın digər tərəfi iki tərəfin fərqindən böyük qiymət alır. Cəmindən isə kiçik qiymət alır. 3,4'dən 0,6'nı çıxsam 2,8 kiçikdir C toplayanda isə 4. 2,8 ile 4 arasında tam qiymət olacaq 3. Üçbucağın perimetrini tapaq. Çünki burada yazıblı C natural ədəddir. 2,8 ile 4'ün arasındakı natural qiymət C 3'tür. Perimetri də tapsaq bütün qiymətləri toplamalıyam. 0,6 üstə gəl 3,4 üstə gəl C'nin də qiyməti 3. 0,6 ilə 3,4'ü toplasam 4 üstə gəl 3 bərabərdir. Perimetr olacaq 7. Doğru cavab B variantı. Baxaq 12-ci sualın həllinə. Düzbucaqlı üçbucağın hipotenuzu tapın. Əgər katetlər verilibdirsə 10 ilə 24 hipotenuza deyək x. Düzbucaqlı üçbucağın hipotenuzu katetləri ilə kvadratları cəminə bərabərdir. Hipotenuzun kvadratı bərabərdir. Katetləri kvadratları cəminə. X kvadratı bərabərdir. Onun kvadratı 100, 24'ün kvadratı isə 576. X kvadratı bərabərdir 676. X kvadratı bərabərdir 676 26'nın kvadratıdır. Qüvvət üstlər bərabərdirsə əsaslar da bərabər deməkdir. Yəni x kvadratı 26'nın kvadratına bərabərdirsə x də olacaq 26'ya. Doğru cevap B variantı. 12'de. 13-cü tapşırığa baxaq. Radiuslar 3 ilə 5 olan iki çevrə xaricdən toxunur. İki çevrəni çəkək. Bunun radiusu 3'dür. Birinin radiusu 3'tür. Bunlar toxunurlar. Burada digərinin radiusu isə 5'tir. O1 və O2 arasındakı məsafəni tapmaq üçün radiusları toplamalıyım. 3 üstə gəl 5 bərabərdir 8. Doğru cevap A variantı. 114'e baxaq. Paralelogramın diagonalı onun tərəfləri ilə 25 və 35 dərəcəli bucaq əmələ gətirir. Paralelograma baxaq. Demək, paralelogramın diagonalı. Bu körbucağın diagonalı ola bilməz. Çünki körbucağın diagonalı əmələ gətirirsə 25 ilə 35'in cəmi iti bucaq verir. Yəqin deməli iti bucağın buradan alınır ki, iti bucağın tənbölənidir bu. Tərəfləri ilə 25, deməli buraya 25'dir. Digər tərəfi ilə də 35 dərəcəli bucaq əmələ gətirir. Paralelogramın kör bucağını tapın. A, B, C, D.
Bucak A beraber olacak 25 üste gel 35. 25 ile 35'in cemi olacak 60. Paralelogramında bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Bucaq A ilə bucaq B-ni toplasaq 180 olmalıdır. Bucaq A-nın qiyməti 60 dərəcədir. Bucaq B-ni tapaq. 180'dan da 160 çıx, 180'dan da 60 çıxsa bucaq B olacaq 120 dərəcə. Doğru cavab B variantı 14'te. Baxaq 15-ci tapşırığa. Tənliyinin neçə kökü var? 3'ü x'e vuraq sadələşdirək. 3 x çıxılsın. 3'ü 2'ye vuranda 6 üstə gəl 7 bərabərdir. 5 x çıxılsın. 2x müsbətdir. Mötərizə qabağı mənfi olduğuna görə çıxılsın. 2x mənfi 1 mötərizə qabağında mənfi olduğuna görə işarəsinin əksinə dəyişir. X'ları bir tərəfə yığaq. 3x 5x sağ tərəfdədir müsbətdir. Sola gəlir olacaq. Çıxılsın 5x. 2x da sağ tərəfdə mənfidir. Sol tərəfdə gəlirsə olacaq. 2x bərabərdir. 1 üstə gəl 6 çıxılsın 7. 3x-dan 5x çıxanda mənfi 2x. Mənfi 2x ilə da 2x'in cəmi olacaq 0x. Bərabərdir. 1 ilə 6'nı toplayanda 7. 7'dən 7 çıxanda olacaq 0. 0 vur x bərabərdir 0 tənliyi alınırsa demək ki burada x'in aldığı qiymətlər sonsuz saydadır. Çünki x'i istənilən qiyməti versək 5 də versək 5'i 0'a vuran yine cevap verecek 0. Buna göre burada sonsuz sayıda hel var. A variantı 15. 90 ədədin sadə vuruqları ayrılışıdır. 90 ədədi vuruqlara ayıraq. 2'ye bölsək 45. 3'e bölsək 15. 3'e böləndə 5. 5'e böləndə 1. 90 ədədin sadə vuruqlara ayrılışı oldu. 2 vurulsun, 3 vurulsun, 3 vurulsun, 5. Doğru cevap D variantı. Yaxud da 90'ı belə də vuruqlara ayıra bilərsiniz. 9 vur 10 kimi yazaq. 9'un yerini 3 vur 3 kimi yazaq. Onun yerini 2 vur 5. Yine eyni olacaq vuruqlara ayırma. Baxaq 17-ci sualın həllinə. 0,1'in yerini yazaq. 10'da 1 üstə gəl 20'də 3. 10'da 1'i məxrəci 20 olan kəsir şəklində yazmaq üçün surəti də məxrəcli 2'ye vururam. 20'də 2 üstə gəl 20'də 3. Məxrəclər eynidirsə surətləri toplayıram. 20'də 2 ilə 3'ün cəmi 5. 5'ə də ixtisar aparsam 4'də 1. 4'də 1'i də 10'luq kəsir çevirəndə olur 0,25. Doğru cavab D variantı. 18-ci sualın həllinə baxaq. 40% 120 olan ədədi tapmaq üçün 120'ni 100'ə vurub faiz göstərən ədədə bölürük. 40'a böləndə 1, 120'ni 40'a bölsəm 3. 3'ü də 100'ə vuranda olacaq 300. Doğru cevap C variantı. Ədədini standart şəklə gətirin və tərtibini tapın. 19'da 5310. Ədədi standart şəkildə yazmaq üçün A vurulsun 10 üstü n şəklində yazmalıyım. Burada A'nın aldığı qiymət 1'dən böyük bərabər, 10'dan isə kiçikdir. 1'ə bərabər 1'dən böyük, 10'dan kiçik olmalıdır. 5310'u biz 5 tam 1310 şəklində yazırıq. Amma vergüldən sonra 3 rəqəm olduğuna görə onun kubuna da vurmalıyıq. Bərabərdir olacaq 5 tam %31 vurulsun onun kubu. Tərtibi burada 3'ə bərabərdir. Doğru cavab. 20. sualın izahına baxaq. AC parçasının uzunluğu SB'den 1 cm büyüktür. Birinci AB parçasını çəkək. CD. AC parçasının uzunluğu SB'den 1 cm büyüktür. SB'yi x diyək. AC olsun x üstə gəl 1. Çünki SB'den 1 cm çoxdur deyir. CD isə AD'dən 3 dəfə kiçikdir. CD AD'dən 3 dəfə kiçikdir. CD K olsa AC olacaq 3K. AC 3K deməli. AD'dən 3 dəfə kiçikdir. CD isə AD'dən 3 dəfə kiçikdir. CD K olsa AD olacaq 3K.
AD 3K'dırsa AC olacak 2K. Çünkü 2K ile K'nın cemi AD'ni verir. Deməli AC de olacak 2K. AC 2K'dırsa yukarıdaki x üstə gəl 1'e 2K diyək. Birinci şərtdə verilmiştir ki AC parçasının uzunluğu SB'den 1 cm büyüktür. AC 1 cm büyüktürsə deməli SB 1 cm kiçikdir. SB olacak 2K çıxılsın 1. AD bərabərdir 12 olarsa BD parçasının uzunluğu neçədir? AD bərabərdir 12. AD de 2K ile K'nın cemi olacak. 2K üstə gəl K bərabərdir 12. 3K bərabərdir 12. K da bərabərdir 4. K 4'dürsə BD parçasının uzunluğuna baxaq. BC bərabərdir 2K çıx 1. 2'yi vur 4 çıxılsın 1. 2'ni 4'e vursam 8. 1 de çıxsam 7. BC'nin aldığı qiymət 7 santimetrdir. CD isə 4'tür. Bunları qırmızı ilə yazaq. CD K'dır. Bura olacaq 4. BC bütöv 7'dir. Deməli DB'ye de 3 santimetr düşür. Bizdən də BD yəni DB parçasının uzunluğu soruşur. O da 3 santimetr. C variantı doğru cevap. SB bütöv 7'dirsə bütöv 7'dən SK'nı 4'e çıxıram qalır. DB'ye de 3 santimetr. Düzbucaqlı üçbucağın iti bucaqlarının fərqi 10 dərəcədir. Kiçik iti bucağı tapın. Düzbucaqlı üçbucaqda iti bucaqların fərqi 10 dərəcə veriblər, amma iti bucaqların cəmi 90 dərəcədir. Bərabərdir 90. Kiçik iti bucağını tapın. Tərəf-tərəfə toplasam alfa ilə alfanın cəmi 2, alfa bərabərdir 100. 100'ü də 2'ye böləndə olur 50. Bucaqlardan biri 50'dirsə digəri olacaq 50 çıxılsın. Beta bərabərdir 10 dərəcə. Beta da bərabərdir 40'dan 50'dən 10 çıxsaq olur 40. Düzbucaqlı üçbucağın iti bucaqları oldu. Biri 50 dərəcə, digəri 40 dərəcə. Kiçik bucaq isə 40 dərəcə olacaq. Doğru cevap D variantı. 21 buydu. 22. sualın izahına baxaq. Üçbucağın perimetri 32'dir. Kiçik hündürlüğü tapın. Üçbucaq çəkək. Tərəflər 5, 5, 6'dırsa 5K üstə gəl 5K üstə gəl 6K bərabərdir perimetrdə 32'ye. 16K bərabərdir 32. K da bərabərdir 32'ni 16'ya bölsəm 2. K 2'dirsə 5 vur 2 10. 5 vur 2 10. 6 vur 2 digər oturacaq da olacaq 12. Kiçik hündürlük isə böyük tərəfə çəkilən hündürlük kiçik olun. Kiçik hündürlük budur. Bərabər yanlı olduğuna görə hündürlük çəkmişiksə bu həm hündürlük həm tənbölən həm mediandır. Bütöv 12'dirsə bu parçalar bir-birinə bərabərdir. 12'ni 2 bərabər yerə bölürəm 6 6. Buradan tapaq hündürlüyü. Pifagor teoreminə görə deməli bu yaşıl hissə yaşıl rənglə rəngləyək. Bura düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda da hipotenuzun kvadratı katetləri kvadratları cəminə bərabərdir. Yəni onun kvadratı bərabərdir. H kvadratı üstə gəl 6'nın kvadratı. 100 bərabərdir. H kvadratı üstə gəl 36. H kvadratı bərabərdir. 100'dən 36 çıxanda 64. H da bərabər olacaq 8. Çünki 8'in kvadratı 64 verir. Hündürlüyü soruşulur. O da C variantıdır. 23. suala baxaq. Modul x çıxılsın 1 bərabər olacaq. 4 bölünsün 2'ye. Modul x çıxılsın 1 bərabərdir. 4'ü 2'ye bölsəm cevap 2. Modul olduğuna görə həm modul daxili ifadə müsbət qiymət alır, həm də mənfi qiymət alır. Yəni x çıxılsın 1 müsbət 2'ni ödəyəcək və ya x çıxılsın 1 bərabərdir mənfi 2 olacaq.
Mənfi 1'i sağ tərəfə gətirsəm 2 ilə 1'in cəmi 3. Mənfi 1'i sağ tərəfə gətirsəm mənfi 2 üstə gəl 1 olacaq. Mənfi 1. Müsbət kökü soruşulduğuna görə x bərabərdir 3 olacaq. Doğru cevap B variantı. 2 ədədin cəmi 6. 2 ədədin cəmi A üstə gəl B bərabərdir 6. A çıx B bərabərdir 10. Sistemi alaq, tərəf-tərəfə toplayaq. A ilə A olacaq 2A. B ilə mənfi B'nin cəmi 0. 6 ilə 10'un cəmi 16. 16'ını da 2'ye bölsəm A'nın aldığı qiymət 8. Birinci tənlikdə yerinə qoysam 8 üstə gəl B bərabərdir 6. B bərabərdir 6 çıxılsın 8. B də bərabər olacaq mənfi 2. Ən kiçiyi mənfi 2'dir, böyüyü 8'dir. Doğru cevap B variantı. 25. sonuncu suala baxaq. Çevrənin AB və CD vətərləri Y nöqtəsində kəsişir. AB vətərini çəkək və CD vətəri Y nöqtəsində də kəsişir. Burada kəsişmə nöqtəsi Y yazaq. AY 4'dür, BY 3'dür, DY 2'dir, SY X. Vətərlərin kəsişmə xassəsinə görə X-ı 2'ye vuranda bərabər olmalı. 4 vur 3. 2x bərabərdir 12. X də bərabərdir 12'ni də 2'ye bölsəm cevap olar 6. Testin sonuna çatdıq. Sağ olun. Gələn videoda görüşənədək.